Bilirsiniz, Azərbaycan xalqı üçün, dövləti üçün nə yaxşıdır, onlar üçün pisdir. Nə pisdir, onlar üçün yaxşıdır. Yadınızdadır, bunların bir Milli Şura deyirlər, amma əslində o anti-milli şuradır. Anti-milli şuradır. Bir Gültəkin onların bir nümayəndəsi var, Hacıbəyli. Hacıyev idi, sonra Hacıbəyli oldu. Özünün bir bəy elan elədi. Onun bu şuranın sədri Cəmil Həsənliyə bir göz aydınlığı vermə mərasimi olub. Deyib, Cəmil müəllim, xəbəriniz var, Azərbaycan neftinin bir bareli 15 dollara düşüb, mənə muştuluq verin, göz aydınlığı verin, muştuluq verin. Cəmil Həsənli də onun qarşılığında deyib ki, yox, hələ tələsmə, qoy o bir barel neftin qiyməti sıfıra düşsün, onda sənin muştuluğunu verərəm. Deməli, sıfıra düşəndə, 15 dollar düşəndə bu xalqın güzaranı daha da pisləşəcək və bundan onlar zövq alırlar. Deməli, xalq üçün pis olan bunlar üçün yaxşıdır. Bax, bu səbəbdən də... Düşmənçilikdir də, bunun başqa adı yoxdur axı. Azərbaycan xalqın müdrik xalqı, bu səbəbdən də onların sosial bazası yoxdur. Onlar Azərbaycan dövlətinin uğurlarına sevinsəydilər, Azərbaycan xalqında kimlərdə sonlara rəğbət olardı ki, bunların problemi, mübarizəsi dövlət və dövlətçiliklə deyil, iqtidarlandır. Xalq bunu haradasa başa düşərdi. Amma bu dövlətin, bu dövlətçiliyin və bu xalqın zəifləməsi, güzaranın aşağı enməsi onları sevindirirsə, xalq əlbəttə ki, onları tarixin zibiliyinə tullayır. Bu həqiqətdir, bu aksiyondur. Bunu hesab edirəm, sübut eləməyə xüsusi bir ehtiyac yoxdur.